Sürgülü sistemlər bir çox xüsusiyyətləri ilə digərlərindən fərqlənirlər. Xüsusən də bunlar dar evlərdə daha rahat istifadə olunur. Həmçinin onu da qeyd edeyim ki, bunlarda bu cür qoruyucu sistemlərin olması yay mövsümündə bunların effektivliyini daha da artırır. Sürgülü sistem çox rahat açılıb bağlanan sistemdir. Reys üzərində hərəkət edir. Reys üzərində hərəkət edir, rahat açılıb bağlanır və evlərdə hər hansı bir dar yerlərdə, dar məkanlarda çox effektli üsuldur. Həm pəncərə kimi, həm də qapı kimi istifadə oluna bilər. Bu mövsümdə böyük məkanlar, eyni zamanda villalar və bağ evləri üçün pəncərələr çox əhəmiyyətli olur. Həm estetik görünüşü ilə, həm də funksiyaları ilə. Misal, bu plastik pəncərə şəbəkə sistemləri ilə də seçilir, həm də ki, görünüşü ilə fərqlənir. Eyni zamanda villalar üçün ən çox seçilən pəncərələrdən biri də bu rəngi ilə seçilən alüminium pəncərədir. Səs izolyasiyası və işığı keçirməsinə görə digərlərindən fərqlənir. Yeni nəsil pəncərə sistemləri, pivot sistemləri, pivot pəncərə açılışı ilə hər iki tərəfdən silinməsi mövcuddur. Böyük açılışı var. Eyni pəncərənin fərqli növü. Səs keçirməsi 0-a bərabərdir. Bu yeni nəsil Efiotin pəncərə sistemləridir. Adətən restoranların teraslarında istifadə olunur. Çünki bu cür aşağı endiyi üçün qorxuluq rolunu oynayır. Həmçinin pultla idarə edildiyi üçün də çox rahat və funksionaldır. Ənənəvi alüminium pəncərə böyük açılışa malikdir. İzosistemdir bu. Bu profil izosistem profili adlanır və bundan əlavə də müxtəlif çeşidləri mövcuddur, müxtəlif rəngləri mövcuddur. Alüminium və plastik kəsitlərdə adətən paket şüşələrdən istifadə olunur. Bunun ən əsas özəlliyi isə ikili sistem olmasıdır. İkili olduğu üçün də olduğu məkanda tərləmənin qarşısını alır. Həmçinin bunlar müxtəlif rəng çeşidliyinə də malikdir.